Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Ərbəin ziyarətnaməsində keçən bu söz ətrafında idi ki, İmam Sadiq əleyhissalam, İmam Hüseyn əleyhissalamın qiyamının mahiyyətini təhlil edərkən, bizə vurğulayarkən belə deyir ki, İmam Hüseyn əleyhissalam öz mübarək qanını Allah yolunda bəxş etdi ki, onun bəndələrini xilas etsin. Nədən? Cəhalət və zəlalətin yaratdığı heyrətlərdən. Ötən bəhsdə dedik ki, İmam Hüseyn əleyhissalamın Ərbəin günü oxunması müstəhəb olan ziyarətnamələrdən biridir. Və burada yaxşı olar ki, hər kim ki İmam Hüseyn əleyhissalamı ziyarət edir, bu ziyarətnaməni oxusun, düşünsün, ziyarət etdiyi imam nə görüb, hansı iş üçün şəhid olub, az da olsa bunu dərk etsin. Və söhbətimiz burada qalmışdı ki, imam ki öz mübarək qanını Allah yolunda bəzil və bəxş etdi ki, onun bəndələrini xilas etsin. Bu xilas etmə cəhalət və zəlalətin yaratdığı heyrət olaraq İmam Sadiq əleyhissalamın kəlamında bildirilir. Burada diqqət olunması məsələ budur ki, kəlam bu formadadır. İmam Sadiq buyurur ki, وَبَزَلَ مُحْجَتَهُ فِيكِ İmam Hüseyn öz mübarək qanını sənin yolunda bəxş etdi, bəzl etdi, yəni heç bir əvəz gözləmir. Nəyə görə? لِيَسْتَنْقِزَ İbədəkə ta bəndələrini xilas etsin. Nədən? مِنَ الْجَهَالَ وَحَيْرَةِ الزَّلَالَ Ərəb qrammatikasına əsasən burada min ibtidai qayət adlanır. Yəni, başlanğıc nöqtəsini bildirən. Yəni, insanları nədən xilas etdi? İnsanlar nəylə üz-üzə idilər? Hansı durumda idilər? Hansı çıxılmaz vəziyyətdə idilər ki, İmam Hüseyn əleyhissalam bu hərəkəti başladı? İmam Sadiq buyurur ki, onlar cəhalət və zəlalətin heyrətində idi. Burada İmam Sadiq əleyhissalam iki məsələyə işarə edir. Birincisi, insanın daxili dünyasında olan cəhalət, ikincisi isə xarici əməllə əlaqəli olan zəlalət məsələsi. İslam təlimlərində, İslam ədəbiyyatında cəhalət əsasən elmin qarşılığında yox, ağlın qarşılığındadır. Yəni, İslam təlimlərində cahil şəxs ola bilər həm alimdir, məlumatlıdır, amma eyni zamanda cahildir. Demək, İslam ədəbiyyatında cahil, yəni öz ağılını, dərrakəsini, təhlilini itirən şəxsə deyilir. Yəni, cahil kimdir? Cahil təhlil qabiliyyəti yoxdur, düşüncəsi yoxdur və imanı uğrunda hərəkət etmir. İslam ədəbiyyatında bu olur cahil və cahiliyyət bilirsiniz ki, İslamdan qabaq bir dövrə əhatə edir də. Niyə görə o dönəmə cahiliyyət deyilirdi? Çünki o dönəmdə ağıl ətrafında, ağıl əsasında, ağıl mərkəzində insanlar yaşamırdı. Hərə öz zövqünə uyğun yaşayırdı. Zövqə uyğun yaşamaq olur cəhalət. İlahi dəyərlər əsasında, ağıl müstəvisində tabe olana olur mədəniyyət və ağıl əsasında yaşamaq. Demək, İmam Hüseyn əleyhissalam İlk növbədə bu cəhalətlə mübarizə aparırdı, yəni ağılsızlıqla mübarizə aparırdı. Niyə görə? Çünki ən pis xəstəlik cəhalət xəstəliyidir. Necə ki, İmam əleyhissalama mənsub edilən bir sözdə İmam buyurur ki, Əl-cəhlu əslu kulli şər. Cəhil hər bir şərrin başlanğıcıdır. Yəni, bütün biz çirkinlikləri, bütün o fəsadı biz araşdırsaq, görürük ki, onun arxasında cəhalət yatır. Hətta bütün müharibələrin, bütün qanların arxasında cəhalət yatır. Buna görə mən əvvəl dedim ki, İslam ədəbiyyatında cahil heç vaxtı elmin qarşılığında deyil ki, bəlkə ağlın qarşılığındadır. Biz görürük ki, bu günlərin elmli şəxslər məzlum insanların başına bombalar yağdırır. Bu elmdir də, yəni o bombanı düzəltmək, o texnologiya sahib olmaq elm istəyir. Amma bu elm, alim olduğu halda cahildir. Bir insan başqa bir günahsız insanı öldürürsə, bu heç vaxtı ağıllı şəxs ola bilməz. Bu cahildir.
savadlı cahil, məlumatlı cahil. İmam əleyhissalam ona görə deyir ki, əl-cəhlu əslu kullu şər. Yəni bütün ictimai faciələr və eyni zamanda bütün fəsadın arxasında cəhalət yadır. İmam əleyhissalam başqa bir kəlamında buyurur ki, əl-cahilu məyyitun və inqanə həyyən. Cahil şəxs diri olsa da ölüdür. Niyə? Çünki bu hər hansı bir insani şuur əsasında yaşamır. Zövqə, səsə, nə bilim, trendə əsasən bu yaşayan, öz düşüncəsini, öz zövqünü dəyişəndir. Demək, İmam Hüseyn əleyhissalam ilk növbədə insanları bu cəhalətin girdabından xilas etmək üçün öz mübarək qanını Allaha verdi. İmam Sadiq sonra buyurur ki, وَحَيْرَةِ الزَّلَالَ azğınlığın yaratdığı çaşqınlıqdan xilas etdi. Zəlalət bilirsiniz nədir? Yəni, təsəvvür edin ki, bir şəxs istiqamətini itirib yola davam edir. Maşını sürətlə sürür və onun hər hansı bir getdiyi yerdən xəbəri yoxdur. O nə qədər sürətli sürərsə, bir o qədər məqsəddən uzaqlaşır. Və insan bu məqsəddən uzaqlaşdığı üçün artıq o qorxur, təşvişə düşür ki, mən hara gedəcəyəm. Zəlalətə düşən şəxs də bunun kimidir. O, hardan gəldiyini, harada olduğunu, hara getdiyini bilmir. Yəni, mənasız bir ömür sürür. Bu artıq əməl müstəvisindədir. Zəlalətin əksi artıq hidayətdir. Hidayət olunan şəxs hardan gəldiyini, yəni yaradılışının fəlsəfəsini və harada olduğunu, yəni yaşayışının fəlsəfəsini və hara gedəcəyini, yəni ölümünün mahiyyətini bilən şəxsdir. Demək, İmam Hüseyn əleyhissalam insanları iki əsas rəzilətdən xilas etdi. Bir, cəhalət, ikinci də zəlalət. Biri daxili bir durumdur, ikincisi isə əməli bir durum. İmam Sadiq əleyhissalam buyurur ki, mən şəhadət verirəm ki, ey Allah, sənin bəndən olan İmam Hüseyn öz mübarək qanını sənin bəndələrini cəhalətin girdabından və zəlalətin heyrətindən xilas etmək üçün öz mübarək qanını verdi. Və sonda bir sual vermək istəyirəm və növbəti çıxışda inşallah çalışacağam bunun ətrafında müzakirə edəm. Görəsənmi, İmam Hüseyn əleyhissalamın bu mübarizəsi faktiki olaraq, praktiki olaraq öz təsirini göstərdimi, yoxsa yox? Bu barədə inşallah növbəti çıxışda danışacağıq. Əssalamu aleykum və rəhmətullah.